nəfər fikirləşirlər, neynəsinlər? Bir Qalinbayinin yanmış. Gedirlər Çex pasportunu alırlar. 2000 manata. Götürürlər o Çex pasportuna, gedirlər rentkardan eyni rəngli bir dənə Qalinbayin götürürlər. Bir neçə günlük, bir həftəlik. Deməli, götürüb bu motorunun və şossesinin bütün məlumatlarını silirlər və aparırlar köyünə o yanmış Qalinbayinin nömrəsini qoyurlar. Həmin də Qalinbayin tezə bir Qalinbayindir. Güzətə 100 min qiyməti var idi. Gedirlər 51-52 min pul alırlar. Kredit. Güya qoyurlar giro. Kimi çatdırdı. Və onu hamısını rəsmiləşdirirlər bir Moykada olan avtoyuyucunun adına. Bu özü avtoyuyucu puluna az verirlər deyə 2000 pul verirlər. Deyir, axırı cinayət gəlib mənim üstümdə partlayacaq. Mən nətər? Bu özü zəng vurur həmən banka, deyir ki, sizi alladıblar və s. də o maşını geçsiz axtarsınız. Bilirsiniz ki, filan maşın deyildi, filan maşın. Sonra bu şəxsləri tapdıq. Maraqlı işlərdir, mən ona görə